Salam mənim əziz qardaşlarım, aslanlarım, şirlərim. Kimin saçında, yəni başında problem varsa, saçında kəpəyi varsa, saçı tökülürsə, saç uzatmaq istəyirsə, saçın rəngini parıldatmaq istəyirsə, diqqətlə qulaq asın. Mən bu resepti biləndə mənim saçım çoxdan tökülmüşdü. Yəni ki, yazmayın ki, keçəl bilsə öz başına dərman qılar. Yəni mən saçım töküləndə mən bu reseptdən xəbərsiz idim. Çox təəssüf ki. Kimin saçında problem varsa bu %100 təsirini görəcəksiniz. Yəni mən bunu sınayıb sizlərə təqdim edirəm. Yenə deyirəm, saçında kəpəyi olan, saç tökülməsindən əziyyət çəkənlər və saçın tez bir zamanda uzanmasını istəyənlər bu resepti dərhal eləyin. Xeyrini də görəcəksiniz. Yazarsınız kommentə, Allah ölənlərə rəhmət eləsin. Çöldə gicitkan doludur. Hara baxsan gicitkandır. Torları çıxır da. Hara baxsan var. Boy bağda, həyətdə var gicitkan. Təxminən bir ovuc kəlinlə götürürsən, atırsan vedrənin içinə, doldurursan ağzıyla suyu və harasa 1 kilo qozun qabığı. 1 kilo qozun qabığı yetərlidir. Qabıqları da atırsan suyun içinə. Qoyursan qardaş qazın üstünə 15 dəqiqə qaynayır. 15 dəqiqə sonra qozların qabığı ilə həmin o gicitkanın otunu sudan təmizləyirsən və həmən suya 3 dənə çiğ yumurtanı ağlı sarılı qarışdırırsan və o ilə başını yuyursan. Mən çox şey demirəm. Cəmi 3 dəfə həmən o suyla, həmən o düzəltdiyi həftədə 3 dəfə başını yuyursan, saçında nə qədər dəyişiklik olduğunu sən elə saçını darayanda hiss edəcəksən. Çünki kimin saçı tökülürsə daraqda hiss olunur. Həqiqətən çox gözəl reseptdir, sınadılmış reseptdir. Yəni yaxınlarım ətrafında mən bu resepti sınamışam, duacıdırlar. Hələ bir saatından qabaq zəng vurdu ki, Allah sənin ölənlərə rəhmət eləsin. Ləzzət elədi, super bir şeydir. Ondan sonra elə ağlıma girdi ki, mən bu resepti sizlərə də paylaşım. Video ürək qoyun ki, qoyun bütün saçı tökülənlər insanlar görsün. Dağlarda, böyüklərdə qurt varsa, qurtu 4-5 günə məhv eləyən mərcumumuz da var. Övladı olmayan, faiz aşağı olan, cinsi zəifliyindən əziyyət çəkənlər isə bu gözəl mərcumlardan zakaz edə bilər. Prostatın bir nömrəli dərmanıdır. Yaşlı insanlarda da cinsi zəiflik problemini həll edir. Gədəbəy dağ balıqlarından istəyənlər nömrəmə zəng vursun. Super baldır. Nömrəmə zəng vurun. Kilosu 30 manatdır. 055 939 54 77.